Salam əziz izləyicilər. Sizlərdən övladımda aqressiya var, bəzi şeyləri dişləyir, atır, qırır, məktəbdən müəllimindən tez-tez şikayət gəlir, yoldaşları tərəfindən sevilmir, kənarlaşdırılır kimi mesajlar alıram. Buna görə də bugün qəzəb və aqressiya mövzusunda məlumatlandırıcı video çəkmək istədim. İlk öncə deyim ki, qəzəb çox insani bir duyğudur. Uşağın qəzəblənməsi normaldır. Əsl problem aqressiv davranışdır və bu bir davranış pozuntusudur. Bunun da bəzi səbəbləri var. Buna evdə sərhədlərin olmamasını misal göstərə bilərəm. Məsələn, uşaq planşetlə, telefonla saatlarla vaxt keçirir. Siz isə hər dəfəsində əlindən zorla almaq məcburiyyətində qalırsınız. Sonra da əsəbləşib deyirsiniz ki, bundan sonra sənə telefon və məhəlləyə çıxmaq yoxdur. Bununla da evdə qiyamət qopur, uşaq istədiyini etdirmək üçün aqressiv davranışlar göstərir və ağlayır. Bir müddət sonra isə siz təslim olursunuz. Bununla da uşaq aqressiya yolu ilə və yaxud da ağlayaraq istədiyini əldə etmiş olur və bunu öyrənir. Deməli, mənim istədiyimi əldə etməyimin yolu aqressiv davranış və yaxud da ağlamaqdır. O zaman mən bunu təkrar edərəm. Sizin burada etməli olduğunuz şey ağlamasına fikir vermədən düzgün sərhəd qoymaqdır. Uşaq aqressiv davranış göstərməzdən əvvəl xəbərdarlıq edin. Əgər təkrar etsə, sevdiyi şeylərdən, istəklərdən məhrum qalacağını deyin və tətbiq edin. Tətbiq edərkən isə qəzəbli, bağıraraq yox, şəfqətli və qərarlı olun. Aqressiv davranışlar göstərdikdə bunu qərarlı və şəfqətli olaraq tətbiq etsəniz, uşaq zamanla sərhəddi anlamağa başlayar və aqressivliyi azalar. Səbəblərdən ikincisi isə uşağın rol model aldığı evdə və yaxud da ətrafında aqressiv birinin olmasıdır. Unutmayaq ki, uşaqlar təqlid edərlər. Yəni, uşaq aqressiv davranışların olduğu bir mühitdə olarsa, oxşar davranışları göstərə bilərlər. Daha bir səbəb isə depressiya və yaxud da uşağı kədərləndirən bir hadisənin baş verməsidir. Əgər belə bir hadisə baş verərsə, uşaqlar qəzəb və aqressiya göstərə bilərlər. Unutmayaq ki, uşaqlar bizim kimi deyirlər. Duyğularını, düşüncələrini ifadə etməkdə çətinlik çəkirlər. Onlar bir terapevtə və yaxud da bir dostunun yanına gedib, mənim belə bir dərdim var deyə bilməzlər. Amma anormal davranışlar göstərə bilərlər. Övladınızda aqressiya müşahidə etsəniz, səbəbi araşdırıb tapmaq lazımdır. Əgər səbəbi tapıb həll etsəniz, avtomatik olaraq aqressiya davranışını da həll etmiş olacaqsınız. Aqressiyanı azaltmaq üçün uşaqların qəzəbini çölə çıxara biləcəkləri mühitlər hazırlayın. Bu sayədə qəzəb və aqressiyalarını azaltmış olarsınız. Daha sonra məktəbdə müəllimi ilə görüşün. Onu sinif yoldaşlarının yanında tərifləyin. Çünki rəğbət alan uşaqlar aqressiv davranışı kəsirlər. Daha çox aqressiv davranışlarına yox, yaxşı davranışlarına diqqət göstərin. Yaxşılarını görüb təqdir etsəniz, uşaq yaxşı davranışlarını çoxaldacaq. Biz adətən tam tərsini edirik. Pisi görüb tənqid edirik, sonra da aqressiv davranışlarının azalmasını gözləyirik. Bu bizim uşaq tərbiyəsində etdiyimiz ən böyük xətalardan biridir. Mən bunların hamısını sınadım, amma yenə də problemi həll edə bilmirəm deyirsinizsə də, mütləq bir mütəxəssislə məsləhətləşməyinizi tövsiyə edirəm. Videonu sona qədər izlədinizsə, bəyənib kanalıma abunə olmağı unutmayın. Gələn mövzuda görüşənədək.